sonra. Xanım nə bilir, mən canlıda danışacağım. Yo gördüm, gəldi, müdürü idi, administratör idi, nə idi. Xanım dedim, bir də axırıncı dəfə olsun. Cəmaatın içində süpürtdürürsünüz. Mən dedim, görməyim. Mən dedim, şəxsən bir müştəri olaraq xoşuma gəlmədi. Xoşum gəlmədi dedim. Yeməyi də yemirəm, bəyənmədim, şotu da vermirəm. Problem dedim, problem dedim, süpürdü, toz oldu bura. İkincisi də vermirəm. Götürdüm o yeməyin pulunu, verdim arvada. Çıxartdım 30 manatı, verdim arvada. Bax, qızıllı Qurana and olsun. Dedim, arvada təklikdə acılayarsınız, məndən incibin. Gəlib gedəcəm, o arvadı da burada görəcəm. Varaq cındırlar, işdən çıxardırlar ki, sənə görə bizə söz gəldi. İşləmiş elə yerlərdə, hamını, hər şeyi yaxşı tanıyırıq. Görmüş yerə şeyləri çox. Müştəri gedəndən sonra acılayırlar. Mənə xoşum gəlmir. 5-6 nəfər məni kim eləsə, anaları yaşında arvadı, süpürgəçiliyi ayıb deyil, o mənə də demirəm. Məsələn, anaları yaşında arvadı çıxardılar, süpür. Sən bir mərifətin olsun, bir qanacağın olsun. Heç o gigiyenik cəhətdən də düz bir şey deyil. Sən cəmaat oturub orada, dağıldı, get süpür. Mənim o qədər başıma gəlib ki, Quran and olsun, müştəri oturub orada, bax, and ola Allaha, Quran Kərim gözümü tutsun. Qoca arvad işləyib bizdə süpürəm. Onun əvəzə mən süpürmüşəm. Müdür gəlib, ay xanım, sən müştəri gördü süpürən yerdə. Sən afisantsan, dedim, görsün də. Nə qarıram ki? Bir damcı yerə şey tökülüb, onu yığıram. Yiyəndə normal deyirsən, ağzı yırtıqdır, mən neyim? Töküb mən də süpürəm də. Onun yediğini süpürəm də, öz yediyimi süpürmürəm ki. Ağzı yırtıqdır, mən neyim? İndi insandır da, istərsəniz uşaqla zadla gəlir, ya özü bilmir, pinti yiyənlər var da, tökür yerə zada. Mənə direktdə yazarsan, Lara, səni takip elədim. Ya nəysə də, Lara, mən direktdə baxa bilmirəm, mənim zəhmət olmasa axırıncı videomun altına yaz da, mən səni görüm. Oradan səni keçid eləyəcəm, amma takip elədim səni. Götürmüşəm, mən süpürmüşəm. Nə var ki burada? Ayıbdır. Durub anam yaşında arvada deyəcəm ki, dur get cəmaatın içində süpür. İnsandır da, görürsən ki, deyəndə pis olur. Təkliyə baxma, cəmiyyət içində elə şey eləmək düzgün bir şey deyil. Sən nasıl müdürsən, qaşqal da, sən götür cəmaatın içində. Birincisi, yemək yiyəndə yer süpürmürlər. O düzgün bir şey deyil uşaqlar. Səhv deyirəm, deyin səhv deyirsən. Baxıram ki, o qədər millət oturub, eşidirsiniz? Arvad yer süpürür, hərəsi də yiyir, çayını içir, yeməyi yiyir. Belə bilsən necə, öz hayındadır da, yəni bilsən necə, yəni deyirəm, yəni insanlıq bu qədər ölüb, yəni baxıram belə, nə bilim, baxırsan ki, arvad da utanır da, insandır da, mən onları qınamıram ki. Edirik, mən şəxsən xoşlamam. Harada gördünüz, Quran and olsun, eləyin. Müdür o müştərini itirməmək üçün məcbur bir də o hərəkət eləməyəcək. Mən eləyəm. Bir dəfə də bir restoranda olmuşdu, adını çəkməyəcəm. Orada da dedim ki, əgər o xala, mən, məsəl üçün, burada müştəri otur-otur, yer süpürsə, mən canlaşıb sizi biabır eləyəcəm. Veçidə mənim başıma gəlir elə şeylər. Mən görürəm elə şeyləri, başqası yox. Yalandan, Quran haqqı yalandan demirəm. Yalandan nə işləyirəm? Nə var ki orada yalan danışası? Xoşuma gəlmir, müştəriyəm. O nə deməkdir?